Bu əruz özü bir elmdir. Deməli bu əruzun bəhrləri var. Yəni bunların bəhrləri bizdə səhv eləmirəmsə 12 bəhri bizdə işlənilir. Ümumiyyətlə əruz götürsək bizdə 12 bəhir işlənir, 6-sı da 6 dənə də var. Onlar işlənmir. Belə bir-iki yerdə rast gəlmək olar. Ümumi götürəndə qədim Fars bəhrləri var. Onlar da hardasa 24 dənədir. Deməli 24 dənə odur, 18 dənə budur. Ümumilikdə 42 dənə bəhr var. Məsəl üçün bunların da təfilələri var. Məsəl üçün Həzəc bəhrinin təfiləsi ayrıdır. Rəməl bəhrinin təfiləsi ayrıdır. Məsəl üçün Həzəcdə var ki, məni candan usandırdı, cəfadan yar usanmazmı? Bu məfailün getdi. Amma başqa bir şey də var ki, məsələn məfailü. İndi bunu Əkrəm Cəfəridir səhv eləmirəmsə, bizdə deməli burada dil pərdə, məsələn qələm dildil. Bu Həzəcdə gedir. Rəməldə də başqa cürə gedir. Məsələn, failatun, failün. Belə də gedir, yəni failatun da gedir. Bu da gedir dil, qələm, dil. Ümumiyyətlə, yəni bu əruz özü bir elmdir. Yəni bunun bizdə işlənir 12 bəhri. 12 bəhirdə məsəl üçün ən çox üstünlük verə bilər o klassik şairlərimiz Həzəcə, Rəmələ, Mücdəz, Müzari. Amma məsələn az rast gəlinir xəfif bəhri. Xəfif bəhrində məsələn mən yəni bəlkə də ola bilər yəni mən araşdırmışam, bir-iki dənə rast gəlmişəm. Yəni deyəsən səhvimiz Əliağa Vahiddə də var. Allah ruhunu şad eləsin, dünyadan köçmüş şairlərimizi, qalanlara da Allah can sağlığı versin.